Blok imtahanda istifadə olmuş belə bir limit sualına baxaq. Deməli, limit x yaxınlaşır sonsuzluğa. Kökdə x çıxılsın 4x bölünsün 2x plus 1 limitinin tapılması tələb olunur. Bu sualda biz hər tərəfi x-ə böləcəyik. Yəni, alınacaq limit x yaxınlaşır sonsuzluğa. Sürətdə olacaq kökdə x bölünsün x çıxılsın 4x bölünsün x və məxrəcdə isə alınacaq 2x bölünsün x plus 1 bölünsün x. Biraz da sadələşdirsək alarıq ki, limit x yaxınlaşır sonsuzluğa. Sürətdə alınacaq 1 bölünsün kökdə x çıxılsın 4 və məxrəcdə isə alınacaq 2 plus 1 bölünsün x. Yəni, burada x-də ixtisar getdi. İndi isə burada bilməliyik ki, əgər x sonsuzluğa yaxınlaşırsa və məxrəcdə dəyişən qalıbsa, bu ifadələr sıfıra gedir. Yəni, 1 bölünsün kökdə x ilə 1 bölünsün x sıfıra getdi. Geriyə nə qaldı? Geriyə burada qalır mənfi 4 bölünsün 2. Bu isə bərabər olacaq mənfi 2. Yəni, doğru cavabımız mənfi 2 A variantı.